Bir dənə bir söz deyim, bu Ramazan ayının ilk günü, nəinki tək bu Ramazan ayı, bütün Ramazan aylarında bu cümlə sizə lazım olacaq. O da budur ki, bu ayda nə eləyəkdən çox, nə etməyək, onlara fikir verin. Bir dənə bir qıfılın açarını verirəm sizə. Bir açar verirəm ki, böyük bir otaq aça bilərsiniz onunla. Bu ayda nə eləyəkdən çox, nə etməyək, onlara fikir verin. Çünki biz çox vaxt bu ay daxil olan kimi nə eləyə bilərik, onlara ancaq fokuslanırıq. Köklənirik, nə eləyə bilərik. Düzdür, bunlar hamısı lazımdır, etməliyik, etsək də yaxşı olar. Həqiqətən eləyəcəklərimizə Allah böyük vədlər verib. Amma məsələ başqadır. Nə eləyəyə köklənirik, nə etməməliyik, ona fikir vermirik. Və Ramazan ayının böyük bir fəzilətli hissəsini onunla biz qaçırdırıq.